Bugün səhərimizi hamilələrimizlə, balaşqalarımızla açırıq. Deməli, hər həftənin öz göstəriciləri var. Hətta hamiləmiz menstrual siklini xatırlamasa belə, embrionun inkişafın ölçüləri təbii ki bizə deyəcək, amma inkişafın baxaraq neçə həftəsində olduğunu rahatçılıqla görə bilərik. Embrionumuzu görən kimi hərəkətlərin gördüyümüz anda artıq ölçü aparmadan belə bu embrionun 9 həftəsini keçdiyin biz düşünməliyik, bilirik. Və menstrual siklimizə görə də 10 həftədir. Bu həftə nələri görməliyik? Balaca ətrafların ürək döngüsünü dəstəkləməliyik. Kəllə sümüyünün tamlığını nəzər salmalıyıq və qarın öndivar tamlığın ən azından bizdə bir fikir formalaşmalıdır. Ciftin inkişafı hardan, öndivardandır, umbilikal çıxışı necədir və 2 həftə sonra detallı ultrasəs müayinəsinə çağıracağıq.